Bismillah və salatu və selamu alə Rasulillah, əmə ba'd. Resulullah sallallahu aleyhi ve sellem bilirsiniz ki, qiyamət günü əlamətlərindən xəbər verib və o birincisi Resulullah sallallahu aleyhi ve sellemin Allah tərəfindən seçilməsinə bir dəlalət ki, o həqiqətən də Peyğəmbərdir, həqiqətən də Allah tərəfindən seçilibdir. Və Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, La təqumus sa'a hatta yaqtulur raculu carahu və əxahu və əbahu. Qiyamət günü o vaxta kimi olmayacaq ki, yəni axır zamanda bir nəfər, bir kişi öz qonşusun, qardaşın və atasını öldürəcəkdir. Hətta bu vaxt olmayana kimi qiyamət günü, yəni qiyamət saati qopmaz. Və bu hədis-i şərifdə Resulullah sallallahu aleyhi ve sellemin Peyğəmbərliyinə dəlalət edir. Birincisi, çünki qeybdən xəbər verir Allahın izindən ki, axır zamanda bu olacaqdır. Və bunun səbəbi nədir? Yəni insan, yəni qonşu, ən yaxın adamdır insana və ata dünyaya gəlməsinə səbəb olan, onu var və Allahın izni ilə yəni var olmasına səbəb olan şəxslərdir, ata və ana. Və onu öldürür və doğma qardaşın, yəni qardaşını öldürür və yaxud da müsəlman qardaşını. Yəni qiyamət günü əlamətlərindəndir. Nəyə görə bu hadisə baş verir? İnsanlar fitnə səbəb olur, fitnəyə səbəb olurlar. Yəni imanın zəifləməsi və bir-birinə dünya üzərində yarışması, bir-birinə kin, küdurət bəsləməsi, nifrət. Yəni o qəlbdən ki, iman, haqq, doğruluq, düzgünlük çıxırsa, ora mütləq şəkildə onun yerini şeytani şeylər doldurur. Və ona görə də yəni qiyamət günü yəni bu cür şeylərin olması artıq gör nə dərəcədə fitnə çoxalacaq ki, nə dərəcədə insanlar pisləşəcək ki, nə dərəcədə insanlar yəni bu cür dərəcəyə kimi yəni pisləşəcəklər ki, yəni bu yaxın insanlar ki, onlar ən yaxındır, ən istəkli insanlardır, ən hörmət olunası insanlar ki, insanlar bunlara qarşı yəni bu cürmü qətl törədəcəklər. Və ona görə də qiyamət günü əlamətləri və biz bu yandan görürük ki, məsələn, öz valideynini öldürür. Belə şeylər tarixdə yəni olmayan şeylərdir demək olar ki. Yəni bu adi hala çevrilib, döymək, ondan sonra qardaşı məsələn öldürmək və s. Yəni bunlar təhlükəli şeylərdir. Və ona görə də ən birinci qəlbin islah olması lazımdır. Xurafatlardan uzaq durmaq lazımdır. Yəni insaniyyətdən çıxartan şeylərdir bunlar hamısı. Mərhəmətdən çıxartan şeylərdir bunlar hamısı. Yəni batil fikirlər, batil yollar. Hətta məsələn görürsən ki, elə oyunlar var ki, iqralar. Görürsən insanları özünə qəsd elətdirir və yaxud da başqasına qəsd elətdirir. Vampirləşdirir, vəhşiləşdirir, yırtıcılaşdırır. Yəni bunlar təhlükəli şeylərdir. Yəni bunlar belə, çünki bunlar müsəlmanlara xas olmayan şeylərdir. Nə vaxt ki, müsəlmanlar öz dinlərindən, öz yollarından, öz keçmişlərindən uzaqlaşırlar və onlarla arasında belə fitnələr yayılır. Və Allah bizi qorusun, yəni bu təhlükəli fikirlərdən Allah bizi uzaq etsin və bu cür təhlükəli yollardan Allah bizi uzaq etsin, Allah bizi qorusun, xalqımızı qorusun, Allah müsəlmanlara kömək olsun, Allah bütün müsəlmanları xeyr üzərində birləşdirsin, Allah Teala ölkəmizi əmin-amanlıq içərisində etsin, Allah Teala ölkə başımızı qorusun və o xeyr üzərində etsin. Allah əskərlərimizi, hərbiçilərimizi, sərhədimizi qoruyanları qorusun, ölkəmizin əmin-amanlığını qoruyanları qorusun. Allah bizə xeyr qapılar açsın. Allah qohum-əqrəbamıza, cəmaatımıza, xalqımıza hidayət versin, doğru yola yönəltsin. Allah bizə rəhmət etsin. Subhanakallahumma və bihamdik, nəşhədu an la ilahə illə əntə, nəstəğfiruka və nətubu ileyk.